Qidalanma ilə bağlı hansı əlavələr və vitaminlər lazım ola bilər? Uşaqlar qidalanma zamanı çox böyük itkilər verirlər. Bunlar da qida rasionlarında kifayət qədər proteinin, vitaminlərin çatışmamasına bağlı olaraq hipovitaminoz yaranır. Və bu zaman uşaqlarda A, D vitaminlərinin defisiti və sair vitaminlərin defisiti yaranır. Uşaqlarda ən aktual vitamin defisitlərindən biri bugünkü gün D vitaminidir, B qrup vitaminləridir və dəmir çatışmazlığıdır. Yəni təkcə vitaminlərdən söhbət gedə bilməz. Vitaminlərlə yanaşı günlük rasionunda proteinləri də, karbohidratları da, yanaşı olaraq vitaminləri də qəbul etməlidir. Bunun üçün yenə ailə xüsusi uşağı qida rejimi tətbiq etməlidir. Belə deyək, mütləq uşağın səhər qidalanmasına diqqət etmək lazımdır. Səhər qidalanması günlük qida rejiminin 50-70%-ə qədərini təşkil etməlidir və bu zaman 2 yaşından yuxarı uşaqlarda, xüsusən də məktəbə qədər uşaqlarda mütləq valideyn uşağı məktəbə, bağçaya getmədən öncə səhər yeməyi yedirməyə vərdiş etdirməlidir. Və bu vərdiş nəticəsində də uşaq istər-istəməz hər dəfə səhər yeməyində qida rasionunda süd məhsulları da olmalıdır, proteinlər də olmalıdır və yaxud da ki, digər meyvə tərəvəz də təşkil edilməlidir. Qidalanmada bir də valideynlərin ən böyük yanlışlarından biri uşaqları televizor vasitəsilə yemək yeməyə vərdiş etdirmələridir. Bu valideynlərin ən çox səhv etdikləri addımdır. Belə ki, uşaq nə qədər televizor, telefon vasitəsilə yeməyə alışdırılarsa, bir o qədər uşaq iştah problemlərindən, qidalanmadan əziyyət çəkəcəkdir. Necə? Bu o ki, yəni uşaq diqqətini televizorda axıcı proqramlara yönləndirərsə, bu zaman nə yediyinin fərqində olmayacaq və necə yediyinin fərqində olmayacaq. Bu da onun sürətli yemək yeməsinə, bu zamanda həzm sisteminin pozğunluqlarına qədər gətirib çıxardacaq. Belə ki, ishal, qəbizlik hamısı bu fonda meydana gələcək. İkinci bir suallardan biri odur ki, valideynlər tərəfindən verilən, biz uşağın bəs necə edək ki, vitaminsizləşməsin? Valideynlər uşaqların günlük rasionlarında vitamin, protein və karbohidrat balansını düzgün seçməli və lazım olduqda bioloji aktiv əlavələrdən istifadə edilməlidir. Çünki əks halda böyüyən uşaq orqanizminin gələcəkdə bir çox fəsadlara yol aça bilər və bununla da böyüyən orqanizmdə əlbəttə ki, hər hansı bir vitamin və protein deposu dolmazsa, bu uşağın həm fiziki inkişafına, həm əqli inkişafına, həm də psixi inkişafına çox mənfi təsir göstərə bilər.